İqtidara müxalif fikirli olduğum üçün Kürdəmir rayon icra başçısı və polis rəisi mənə qarşı kompleks tədbirlər planı qurub. Bunu Tok TV Kürdəmir rayon Atakişili kənd sakini Kərimov Yusuf Əli Bayramoğlu deyib. O bildirib ki, bununla bağlı bütün aidiyyatı qurumları müraciət etsə də şikayətinə baxan və köməklik göstərən yoxdur. Deməli, bizim 2013-cü ildə prezident seçkilərimizdə etdikləri saxtakarlığa görə, oktyabr ayında olan mitinqlərdə iştirak edildiyimə görə bunlar mənə dəfələrlə polis şöbəsinə dəvət edildilər. İcra hakimiyyətinin bəzi nümayəndələrlə görüşdülər. Belə olmaz, onlara qoşmaq olmaz belə. Gördülər ki, yenə mən öz fikrimdən daşınmıram. Sonradan başladılar müəyyən şeylər eləməyə. Yəni, müəyyən şeylərdən biri də odur ki, bizim ailəmizin birgə təsərrüfatı var idi, firmamız. Biz orada müəyyən hamı bilirdi ki, bugünkü çətin vəziyyətdə biz evimizi girov qoyduq, bəlkə də bir qohum vardı, onun evini satdıq. Müəyyən qədər pul düzəldib, həmin firmada şoranlaşmış sahələri yuduq, tövləsini təmin elədik, müəyyən qədər heyvanlar atıb, təsərrüfata pul yatızdırdıq sözün qısası. Onlar da oktyabr ayında bir adam kimsə gəldi, əlində bir sənəd ki, güya ki, bura mənimdir. Biz məhkəmələrə düşdük, polisə, icra hakimiyyətinə dəfələrlə müraciət edik. Heç kəs bu işi öz öhdəsinə götürmürdü. Hamı özünün başından atırdı. Mən məcbur oldum dəfələrlə məhkəməyə müraciət edəndən sonra məhkəmə ki 2014-dən 2016-ya qədər bu qədər yazışmanın nəticəsiz qalmağına baxmayaraq 2016-da gətirdə bir kağız çıxartdılar ortağa ki, güya ki 2013-də bizim fermaya kimsə gəlib, təftiş komissiyası gəlib, 4 nəfər, hansısa heç vaxt ora fermaya gəlməmiş adamlar adları tərtib olunmuş bir akt. Həmin aktda da imza eləmiş adamlar hamı sözlər mənə səmimi olaraq çöldə etiraf edirlər ki, biz öz fermanın yerini bilmirik. Sadəcə bizə Əşrəf Şükürov var, icra hakimiyyətinin aqrar məsələlər üzrə müavini. Onun sözü ilə buna qol çəkiblər, güya ki, başçının tapşırığıdır, bunu aktı imzalayıblar. Kərimov Yusuf bildirib ki, ferma məsələlərinə başları qarışdığı bir zamanda daha bir zərbə alıb. Belə ki, onların qoyunları oğurlanıb. O qeyd edib ki, hadisənin onları qorxutmaq üçün törədildiyi ilə bağlı əllərində sübutlar var. Bu aktdan ötürü, bu torpaq məsələsindən ötürü bizim başımız belə qarışanda bunlar gördülər ki, biz fermadan əl çəkmirik. Polis rəisi vardı o vaxt ki, Oktay Məmmədov. Deyilənə görə prezident aparatında Məmmədovun qardaşı oğuldu, müşavirin. O da öz fəaliyyətində laqeyd qalmadı, öz köməyini göstərdi icra başçısına, prokurora. Bu da belə oldu ki, onun bir polis idarəsində işləyən bir oğruları var onların. Həmin oğrunun əlindən bizim 31 baş heyvanımızı oğradılar, qoyunumuzu oğradılar. 31 baş heyvanın imin onun oğradığı mən şübhəm deyil, bu faktlarım var ki, çünki axırda ki biz 2 illik bu çətin nazirliyə, prokurorluğa müraciətlərindən sonra polis rəisi Oktay Məmmədov özü şəxsən Qazel markalı rayon sakini bir nəfərin maşında Qazel markalı avtomobilə qoyunları yükləyib mənim həyətimə göndərib. Bu da çox maraqlı vaxt ki, 2 il dayanmadan mənə yalançı kimi qərar göndərirlər. Daxili İşlər Nazirliyindən, idarə rəislərindən belə qəbulunda olmuşam. Onların hamısı mənə qoyunun oğurlanmadığını, yalan dediyim deməyinə baxmayaraq, sonradan birdən-birə mənim evimə qoyun göndərib və rəis mənə çağırıb otağında mənə pul təklif edir ki, oğurdan şikayət eləməyim. Bu da aydın məsələdir ki, məndə o rəisin səs yazısı da var. Hətta mən Daxili İşlər Nazirliyinin idarə rəisi vardı, Emin Şəkinski. O mənə hədələdi ki, sən rəisin səsini yazdığı görə səni tuta bilərik. Mən də deyəndə ki, bəs yaxşı, rəis mənə pul təklif edir, oğurdan şikayət eləməyib və bunun haqqında tədbir görmürsünüz. O deyir ki, sənə pul təklif edib və qoyun verirlər. Bu kampaniyada da düşmüsən, qəbul et. Çox maraqlı münasibətdir. Nazir müavinin oğru haqqında, rəis haqqında dediyi. Beləcə gördüm ki, heç şikayət eləməyin adı yoxdur. Bu qoyundan da əl çəkdik. Fermadan da, yəni bugün məhkəmələrə yolunda qalmışıq. Saxta aktla məhkəmə deyir ki, mənə təqdim olunan sənədlərə münasibət. Qanunlarımızda deyildiyinə görə belədir ki, təqdim olunmuş akt. Amma təqdim olunmuş aktın saxtalığını sübut edirəm. Başın yerləyir, belə bilirsən ki, yəni, bir vicdanı içində, öz içində vicdanı deyir, qəbul edir ki, düz deyil. Amma hansısa zənglə, hansısa məlumdur ki, məhkəmələrimiz də sifarişlə işləyir. Hansısa zənglə, hansısa tapşırıqla məhkəmələr də bu işə belə münasibət göstərirlər. Zərər çəkən qeyd edib ki, bütün bunlar azmış kimi həyətyanı sahələr də əllərindən alınıb. Beləcə, yəni qoyunlarımızın oğurlanmağı, fermamızın əlimizdən alınmağı, bunlar bəs eləməmişdi ki, onlar mənim həyətyanı sahəmi də gözlədiklər. Mənim neçə ildir ki, kolxoz vaxtından Aqrar Səhət Komissiyasının mənə verdiyi həyətyanı torpağımı
qonşuda bir nəfər onların sözünə baxan bir adamla əli ilə zəbt elədilər. Alıblar çəpərə, polis post patrul gəldi, dayandı, onların səliqəli formada qalaya aldılar, çəpərlədilər. Mən nə qədər səs-küy saldım, yəni məni həbsinə hədələdilər ki, sən sakit dur, əgər sənin qanunla sənədin düzdürsə, məhkəmə sökəcək çəpər, narahat olma. Vətəndaş alıb çəpərə, indi ondan sonra əmlak komitəsi, məhkəmələr yenə qalmışam ortalıqda, yenə də bir münasibət göstərən yoxdur. Hara gedirəm, özlərinin dediyi kimi müxalifətçi də deyib, yəni yola, mən məhkəmənin özü həmin o torpaq sənədi ilə əlaqədar Əlxan Əmrəliyev var Şirvan İqtisad Məhkəməsində. Şəxsən hakim məzalda dedi ki, sən dövlətimizin düşmanısan, yəni ki, belə çıxır ki, sənə yaxşı eləyiblər. Kərimov Yusif sonda aidiyyatı qurumlara müraciət edərək bu gedişatın faciə ilə bitəcəyindən qorxduğunu, həyatının təhlükə altında olduğunu bildirib. Fuad Sadıqov, Vüsal Qarayev, TOK TV.